Bu ətri tövsiyə olunandan artıq püskürtmək təhlükəlidir. Ətrin adını bilmək üçün videonu sona qədər izləyin. Amma yazmayın da sona nə qədər istəyib. Yəni o zarafatlar getdi. Dostlar, bu ətri istifadə etmək üçün sizə 4 əsas səbəb deyəcəm. Birinci səbəb, bu ətrin bənzəri yoxdur. Heç bir marka bu ətri kopyalamayıb. İkinci səbəb, bu ətir ümumiyyətlə heç yerdə tapılmır, heç yerdən əldə edə bilməzsiniz. Təbii ki, Ətirşahın müştərisi deyilsinizsə. Və bu iki əsas səbəb bəs edir ki, sizin istifadə etdiyiniz ətirdən heç kəsdə olmasın və siz hər kəsdən fərqlənəsiniz. Amma bununla bitmir. Üçüncü səbəb, baxın, bu ətri tövsiyə olunandan artıq püskürtmək təhlükəlidir. Çünki mən üstünlük verməsəm də bizim insanlarımız qalıcılığı üstünlük verir və aşırı inanılmaz qalıcıdır. Və ən əsası ətrin adı və onun qoxu profili. Bu hansısa dənizə bənzəyən, dəniz qoxusuna bənzəyən ətir deyil. Bu dəniz qoxusunun özüdür. Çiskinli havada duzlu, yodlu, yosunlu dənizin qoxusu. Tom Ford Oud Mineral.